Bir bacı sual verir və bildirir ki, evimdə zikr məclisi təşkil etmişdim və zikr məclisində iştirak edən bacılardan biri zikr məclisinə gələn digər bacıların telefon nömrəsini götürüb və daha sonra onlardan borc istəyib. Və bəziləri bacının acınacaqlı danışdığına görə bu borcu ona borc deyil, yəni sədəqə olaraq veriblər. Bəziləri isə borc olaraq veriblər və bacı da söz verib ki, mən bu borcu qaytaracağam. Lakin sonradan yəni borcu qaytarmır və növbəti bir zikr məclisində, yəni ev sahibi həmin bacıya etiraz edib və bildirib ki, belə etmək olmaz. Və bacı da deyir ki, mən bunu ev sahibinə deyən bacılara halallıq vermirəm. Və ev sahibi həmçinin bildirib ki, yəni sənə sədəqə verən bacılardan biri də özü yetim saxlayır və həmçinin də kirayədə qalır. Və bu barədə mənə və həmin bacıya nə məsləhət, nə nəsihət edərdiniz? Əvvəla bunu qeyd edim ki, əgər bacı məclisdə insanların ürək açıqlığından, səmimiliyindən, səxavətindən istifadə edib belə bir əməl tutubsa, sözsüz ki, bu yaxşı bir əməl deyil. Xüsusən də əgər ehtiyacı yoxdursa, yəni ehtiyacı olmadan onlardan pul almaq məqsədilə belə edibsə, bu sözsüz ki, sui istifadədir, insanlardan istifadə etmək sayılır. Bu əməllə həmçinin o ev sahibini, zikr məclisini təşkil edən bacını da pis vəziyyətdə qoymuş sayılır. İkinci tərəfdən, yəni bacı deyir ki, mən halallıq vermirəm bunu deyənlərə. Əvvəla bunu qeyd edim ki, borc sahiblərinin ev yiyəsinə, yəni ev sahibinə bunu bildirmələri ilə heç də borc alan bacının haqqına girməyiblər. Sadəcə bildiriblər ki, belə bir hadisə olub və biz bunu sənin evində tanımışıq və bildiriblər ki, yəni bu borcu qaytarsın. Ona görə də yəni bacının deməyi ki, mən halallıq vermirəm, bu heç kim onun haqqına girməyib və bacıya da tövsiyəm budur ki, yəni belə insanların səxavətindən əgər istifadə edibsə, buna görə tövbə eləsin. Yəni həqiqi olaraq, yəni ehtiyacı olubsa və borc istəyibsə, yenə də borcunu tez bir zamanda, yəni imkan daxilində qaytarmalıdır. Çünki borc elə bir haqqdır ki, bu hətta Allah yolunda şəhid olana belə bağışlanmır və qiyamət günü mütləq insan bunu öz əməlləri ilə ödəyəcək.